Rusiya istehsalı olan avtomobillər Gəncə bazarında xod gedir. Sözün əsl mənasında. Alıcıların avtomobili olan ehtiyacını məhz VAZ hesabına ödəməsə bəs deyil. Bu baxımdan yalnız Mercedes Rusiya istehsalçısına rəqibdir. Niyə? Avtomobil bazarında araşdırma aparan əməkdaşımız Xaliq Qurbanlı bax bu suala cavab axtarıb. Demək olar ki, bugün üçün də ən yaxşı satılan maşınlar VAZ 2107, VAZ 2115, VAZ 2114, 72. Bir sözlə Rus istehsalları tələbat çoxdur. Çünki bunların təmiridir, bunların xadavoy sistemidir, çox ucuz başa gəlir. Bunun baxımından alıcılar da buna üstünlük verir. Məhz sadalanan nüanslar Rusiya istehsalı olan maşınları Gəncə və ətraf rayonların sakinləri üçün əlçatan edir. Münasib qiymət, yanacağa qənaət, usta xərcinin az olması və ikinci əl ehtiyat hissələrinin bolluğu seçimə təsirsiz ötüşmür. Özü də gənclərin maşını kimi ad çıxardan VAZ-ın 07 və 015 modelləri indi müxtəlif yaşda olanların marağındadır. Bu da səbəbsiz deyil. Ötürücü maşınlar most yoxdur, misal üçün kardan yoxdur, kristavina yoxdur. Bunlar hamısı az rüsum eləmir, hamısı puldur. Ekonomik maşınlardır, yanacaq daha yaxşı, qışda, buzlu havada bunları sürmək daha yaxşı, ön ötürücüdür. Komfort yaxşıdır, pis deyil. Bunlar ona görə tələbat, yaşlı nəsildə buna tələbat üstünlük verir. Rusiya maşınları. Səbəb nədir? Səbəb budur, indi imkana doğru gedir də cəmiyyət. İmkanı nəyə çatır? O da üstünlüyü 07-yə verir, 015-ə verir. Bazarda ikinci əl maşınlar arasına VAZ-dan sonra Mercedes gəlir. Xarici maşınların arasına alıcı lideri olan bu avtomobil keyfiyyəti və az məsrəfi ilə münasibdir. Ən çox Çeşkadır, S-klassdır, nə bilim 4 gözlü bax belə maşınlar. Yəni Mercedes markalı. Bəli, Mercedes markalı. Yəni ki 30-40 minlik maşın bile qalan yoxdur, 25 minlik yalan yoxdur, 20 minlik yalan yox. Gələn 5 min, 6 minlik, 7 minlik maşın axtarır ki, alım satım. İkinci əl avtomobil bazarından fərqli olaraq xarici avtomobillərin satışını həyata keçirən avtosalonlarda bir müddət əvvəl xarici maşınların satışı ay ərzində 10 ədəd təşkil edirsə də, hazırda bu rəqəm 2-3 avtomobilə qədər enib. Səbəb isə birinci əl avtomobil bazarında müştəri qıtlığı, eləcə də devalivasiyadan sonra xarici avtomobillərin qiymətlərinin 10%-ə qədər qalxması göstərilir. Gəncədə fəaliyyət göstərən avtosalonun satış meneceri Vüqar Kərimov digər səbəbləri də vacib hesab edir. Əsas üstünlük verilən ikinci əl avtomobillərdir. Keyfiyyətli olsun, qiymət baxımından da ucuz olsun. Gələn hamısı motor həcmi az istəyir, benzinlə əlaqədar olmaqla kiçik motorlar almaq istəyir, cəmaət ona meyillidir. Yəni qiymətlə əlaqədar ona meyillidir. Apardığımız müşahidələr göstərir ki, Gəncənin avtomobil bazarında ehtiyac duyulan Rusiya istehsalı olan avtomobillərdir. Bunlar da buraxılış ilindən asılı olaraq qiyməti 3-5 min manat arasında dəyişir. İkinci əl Mercedeslərin qiyməti isə markasından asılı olaraq 6 mindən 11 min manata qədərdir. Fərid Mehdizadə, Xaliq Qurbanlı, Elçin Rəhimoğlu, Gəncə.